Salam, bugün mən sizlərə MyGo platforması ilə attestatda qiymətlərimizə baxmaq qaydasını öyrədəcəm. Həmişə keçən videomuzda da biz sadəcə attestatın nömrəsinə və sair baxa bilirdik, amma indi həm attestatımızın nömrəsinə, həm attestata əlavə sənədimizə, attestat əlavə sənədi nədirsə indi göstərəcəm və həm də qiymətlərimizə, həm də imtahan balımıza və sair hər şeyə, təhsilimizə dair hər şeyimizə, bütün sənədlərimizə baxa biləcəyik. İlk öncə my.gov.az platformasına daxil oluruq. Daxil olma qaydasını keçən videomda da izah etmişəm. Daxil olduqdan sonra məlumatların bölməsinə keçid edirik və daha sonra təhsil məlumatlarının bölməsinə yenidən daxil oluruq və biz həmişə bu hissədən ümumi təhsil məlumatlarıma keçirdik. Amma indi keçməyəcəyik, çünki artıq ümumi təhsil məlumatlarım ilə baxmırıq. İndi elektron təhsil sənədlərinin bölməsinə baxırıq. Bunun səbəbi isə bizim sənədimizin elektron olmağıdır. Gördüyünüz kimi mən elektron təhsil sənədlərinin bölməsini vurduqda avtomatik olaraq mənim attestatım burada çıxır. Ümumi orta attestat, Bərdə rayon Yasuk ünvanlı Yenidaş Cəmiyyət tam orta məktəbində oxumuşam mən buranı. Və bu hissədən isə basıram bu əsas sənəd düyməsinə. Bunu vurduqda isə bu hissədə mənim sənədim çıxır. Gördüyünüz kimi avtomatik olaraq bizim attestatımız gəlir. Attestatımızda hansı məlumatlarımız əks olunur? Attestatımızın, yəni sənədimizin adı, sənədin növü, verilmə tarixi, identifikasiya nömrəsi, sənəd sahibinin doğum tarixi, adı, soyadı, atasının adı, təhsil müəssisəsi, təhsil səviyyəsi və bitirdiyi il. Və sadəcə bununla da kifayətlənmirik. Bizim əlavə olaraq burada digər məlumatlarımız da əks olunur. Gəlin həmən məlumatlarımıza baxaq. Attestatdan əlavə gördüyünüz kimi bizdə bir də attestata əlavə sənədi var. Bu sənəd isə bizim artıq təhsilimizi əyana aldığımızı, tədris ilimizi, təhsil səviyyəmizi, daha sonra dərsdənkənar məşğələ saatlarını və s. hamısını göstərir. Və bundan əlavə bu sənəd başqa bir işə də yarayır. Bu sənəd bizim əmək fəaliyyəti barədə və növbəti tədris barədə bizə köməklik eləyir ki, artıq bu sənəd, yəni attestata əlavə sənədi bizim əmək fəaliyyətindən başlamaq hüququ verir bizə, həm də ki, növbəti təhsil pilləsi üzrə təhsil almaq hüququ verir. Yəni bu təhsil pilləsi istəyirsiniz orta ixtisas olsun, yəni kollec, istəyirsiniz universitet olsun, istəyirsiniz də ki, 10-cu sinifdə oxumaq istəyənlər üçün, yəni kollecə və peşə məktəbini verməyənlər üçün 10-cu sinifdə təhsil almaq hüququ verir bu sənəd bizə. Və bununla da bitmir. Bundan əlavə yenə də aşağı keçirik və burada bizim artıq attestat qiymətlərimiz yer alır. Gördüyünüz kimi 3-cü səhifədə isə fənlərimiz, yəni 17 fəndən təhsil almışam deyə 17 fənnin adı, fənlər üzrə saatlar, yekun illik qiymətlər və imtahandan aldığımız ballar və yenə deyirəm, bunlarla da bitmir. Yenə də aşağı keçirik. Bu hissədə deməli məşğələ, yəni dərsdənkənar məşğələlərin də adları keçir ki, zəfər tarixi fənni, bu bütün 9-cu siniflərə keçilir, amma dərsdənkənar məşğələ kimi gedir. Bu fəndən nə imtahan vermirik, nə də bizə qiymət verilmir bu fəndən. Daha sonra da təlim nəticəsi gəlir ki, bu da təlim alanlar üçündür. Mən heç bir təlimdə olmamışam deyə bu hissə boşdur məndə. Bu qədər. Gördüyünüz kimi artıq bitdi sənədimiz. Bu arada mən zəfər tarixindən 34 saat dərs almışam. Bəli, yəni bitdi. Qiymətlərimiz bu qədər idi. Attestat bu qədər idi. Əslində keçən dəfəki nə idi bəs desəniz, keçən dəfəki də attestat idi, amma o attestatda bizim bu attestatdan fərqli olaraq qiymətlərimiz göstərilmirdi. Amma gördüyünüz kimi burada 5, 5, 5 bütün qiymətlərimiz görsənir və bu indi göstərdiyim attestat digər attestatdan daha təsdiqləyici və daha yüksək pilləli bir sənəddir. Çünki burada həm qiymətlər, həm də attestata əlavə sənədi var. Bu qədər. Gördüyünüz kimi bugün mən sizlərə attestata baxmaq qaydasını öyrətdim. Daha doğrusu içində qiymətimiz olan attestata baxmaq qaydasını öyrətdim. Əgər video faydalı oldusa, abunə olub like atmağı unutmayın.